Azərbaycanda nazirliklərin 3 aparıcı sosial şəbəkədəki rəsmi hesabları üzrə ümumi izləyici sayı 3 milyon 10 min 792 təşkil edir. Yenavaz.com-un apardığı araşdırma göstərir ki, bu göstəricinin 1 milyon 317 min 700-ü Facebook, 1 milyon 157 min 462-si Instagram, 535 min 630-u isə YouTube platformasının payına düşür. Nazirliklər arasında ümumi izləyici sayına görə ən yüksək göstərici Müdafiə Nazirliyində qeydə alınıb, 557 min. Ondan sonra Elm və Təhsil Nazirliyi 555 min, Daxili İşlər Nazirliyi isə 538 min 500 izləyici ilə növbəti yerlərdə qərarlaşıb. Ən aşağı göstərici isə Müdafiə Sənayesi Nazirliyindədir, 9980 izləyici. Facebook platformasında ən çox izləyici Müdafiə Nazirliyinə məxsusdur, 301 min. İkinci yerdə Elm və Təhsil Nazirliyi 249 min, üçüncü yerdə isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 162 min izləyici ilə qərarlaşıb. Bu platformada ən az izləyici Müdafiə Sənayesi Nazirliyində qeydə alınıb, 8700. Instagram üzrə ən yüksək göstərici Daxili İşlər Nazirliyindədir, 384 min izləyici. Elm və Təhsil Nazirliyi 170 min və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 135 min izləyici ilə növbəti yerlərdə qərarlaşıblar. Ən aşağı göstərici Energetika Nazirliyindədir, 2040 izləyici. YouTube platformasında ən çox izləyici Elm və Təhsil Nazirliyinə məxsusdur, 136 min. Sonrakı yerlərdə Müdafiə Nazirliyi 132 min və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 118 min izləyici ilə qərarlaşıb. Bu platformada ən aşağı göstərici Energetika Nazirliyində qeydə alınıb, 704 izləyici. Azərbaycanda nazirliklərin Facebook, Instagram və YouTube platformalarındakı rəsmi hesabları üzrə izləyici sayı bu şəkildə olub.